İndən Allahın dostu. Əhməd, sənə də bayaq fikir verirəm, Əhməd. Yox, Rəhbim şahidi, mən sizin taibiniz deyirəm. Mən təqiyyə eləmirəm, Əhməd. Mənim bir dənə sifətim var. And olsun Allaha, mən təqiyyə. Allah şahiddir ki, mən təqiyyə eləmirəm. Yəni, bu qədər təqiyyə olmur. Amma sənə bayaq baxıram, amma sən 100% təqiyyədəsən, Əhməd. Yəni, 100% təqiyyədəsən. Normal cavan uşaqsan, yəni dinini qur, etiqadını qur, etiqadında sap. Bayaq baxıram Munisin yayınında, kəşfiyyatdan baxıram, qayıtlar var ya, Allah'ın olsun ki, qayıtlar var. Bayaq baxıram belə Samir Sumqayıt çıxıb ora Samir Sumqayıtla danışırsan, Samir Sumqayıta dirəşmisən ki, Tirmizdə gələn Həsənlə Hüseyin cənnət cavanlarının ağasıdır. Bu hədis Samir Sumqayıt gətirir ki, səhih Həsəndir də, yəni səhih nə? Doğru, etibarlı və gözəldir. Tək səhih gətirmir də, bir dənə səhih gətirmir. Hədis o qədər gözəldir ki, ya qabağında hədis o qədər yəni etibarlıdır, güvənilir insanlardan nəql olunur ki, həm səhih gətirir, həm də Həsən gətirir. Həsən sözdə gözəl deməkdir. Dirəşmisən Samirə ki, hardadır? Həsənlə Hüseyin harda? Qardaş, valla mən bax ay Əhməd, yəni valla belə yəni dünyəvi olaraq pis insan, normal bir insansan, yəni belə indi insansan da, yəni hiç görməmişəm kimisə söydüyübü, kimisə təhqir elədiyibi, yəni yalandan deməyim. Amma valla qardaş, get tövbə elə, Allah'ın olsun. Sən yəni cənnət, Peyğəmbərin cənnətlə müjdələdiyi iki nəfəri, iki qardaşı. Sən Munisin yayınında bayaq, bax Munisdən qayda alım, and olsun Allah, bax çıxardım bu dəqiqə. Sən Samir Sumqayıta nıq dirənmişdin ki, yox elədir. Bir sən niyə, Əhməd? Ona görə dirəşmişdin, çünki sən Əli ilə, Həsənlə Hüseyni cənnət cavanlarının ağası görmürsən. O bursu müvahiddə, o Gədəbəylidir nədir? O da qayıtdı ki şeydir, adın səndinə. Hə, bunun təbatül olduğunu heç kim isbat eləyə bilməz. Həsənlə Hüseyin cənnət əhli deyir, Həsənlə Hüseyin, o hədis zəifdir, bu təbatüldür. Həsən Hüseyin cənnət əhli deyir, Əli də cənnət əhli deyir. Əbu Bəkirə çatanda, əlhəmdülillah, möminlərin əmridir, cənnət əhlidir. Ömərə çatanda, əlhəmdülillah, möminlərin əmridir, cənnət. Osmana çatanda, möminlərin əmridir, cənnət əhlidir. Bir də Peyğəmbərin zövcələrindən Ayşə anamız, başqa Peyğəmbərin heç bir zövcəsinin adını çəkən yoxdur. Fəzilətindən də elə bil ki, Sevda anamız, Mariya anamız, Xədicə anamız bütün malından, mülkündən keçib Rəsullahın yolunda, İslam yolunda. Heç elə bil ki, bunlar yoxdur. Ancaq siz, bir sən niyə deyim? Açıq deyəcəm, sən bax Əhməd, keçən öp özün dedin ki, Ayşə radiyallahu anhunu bütləşdirmişsiniz. İndi mən də sizə deyirəm, siz ilk üç xəlifəni, bir də Ayşə radiyallahu anhunu, möminlərin anasını siz bütləşdirmişsiniz. İlk üç xəlifə və Ayşə anamız sizin Allahınızdır. Bəziləri bizin, hamıya danışmıram, bəziləri bizin Allahıdır. Bütləşdirmişsiniz, şirk içindəsi, məhv olmuşsunuz, batıb gedmişsiniz. Ayşə radiyallahu anhu sizin bütünüzdür. Açıq aşağı deyirəm, mən qardaş, mən qorxmuram, çəkinmirəm, heç kimdən yəni şey eləməyə ehtiyac yoxdur. Sahabələr sizin bütünüzdür. Sahabənin tərifi nədir? Peyğəmbərin gətirdiyi dinə iman gətirib, o din üzrə yaşayıb və o din üzrə dünyadan köçən. Bütün sahabələr hamısı cənnət əhlidir. Yəni heç birinin də yəqini ilə bu dəqiqə qaldıracam da sahabədir. Sahabə adı deyəcəm. İstəyir mühacirdən, istəyir ənsardan, fərqi yoxdur. Laf ənsarın özündən bir dənə sahabə adı deyəcəm. Gətirə bilməyəcəksiniz həqiqətən Peyğəmbərdən sonra dünyadan, həqiqətən o din üzərində dünyadan köçdüyünü. Allah'ın da olsun ki, gətirə bilməyəcəksiniz. Siz yox, vallahi deyirəm, ən belə o Muheyminin o şeyi var, mürşid, Yezdə əleyhissalam deyən mürşid. Cəhənnəmdə özünə hazır kravat, yorğan döşək zad, nəuzubillah, hazırlayan mürşid var ha. O mürşid, gətirə bilməyəcək, mürşidin özü belə olsun, gətirə bilməyəcək. Abu Zər, get tullan da buradan. Bayaq gəlmişəm tövhid əhlinin yanına, götürüb mənə səssiz atırsan. Münafiq şeysən sən. Sən özün elə cəhənnəmə, get rədd ol buradan. Söymürəm, bir şey demirəm, götürüb aşağıdan səssiz atırsan. Yuxarı sizə yatmışam, çıxım yuxarı deyim ki, harda deyirsən ki, deyirlər ki, bəs Əli xəlifə deyil, sahabələr bir araya gəldilər ki, Əli xəlifə deyil. Harda dedilər? Hə?
Qardaş gedin, valla yəni də deyirəm. Mənim o lor bir dənə söz var, lor dildə gəlir. Deyir, mənim oğlumda var, qızım da var. Mənim üçün hava xoşdur. Bilsən niyə hava xoşdur? Çünki nə sahabiyə buğz eləyirəm, nə əhl-i beytə buğz eləyirəm, nə möminlərin analarına buğz eləyirəm. Ayşə anamız olsun, Xədicə anamız olsun. Ayşə anamızdan fəzilətli qadınlar var. O qadınların 4 fəzilətli qadın var. Yəni cənnətlə müjdələnmiş qadınlar var. O qadınların adını çəkən yoxdur, qardaş. Heç elə bir ki, Həzrət İsa Məryəm anamızı Allah Subhanahu taala Quranda müjdələməyib ki, cənnət. Heç elə bir ki, Muhammed sallallahu aleyhi və səlləm mənim peyğəmbərim, sizin o bəzilərinizin Abzər kimlərinin peyğəmbəri deyil. İmni mənim peyğəmbərimdir. Heç elə bir ki, Həzrət Muhammed deməyib ki, mənim bu qızım Fatimə Zəhra Siddiqül Kübradır, cənnət xanımlarının seyidəsidir. Bu heç kim baxıram lap da Fatimə Zəhranı atmısınız ortaya. Nə yaxşı xristianlar gəlib sizinlə dalaşmırlar. Qardaş, yoxsa nəzubillah Məryəm anamız haqqında da 2-3 dənə uydurma hədislər tapıb gəlib. Sizdə ki bu sifət var. Bu insanda haya abır yaxşı şeydir. Haya abır yoxdur sizin bəzilərinizdə. Yoxsa gəlib onu